Tramp istəyinə nail olur. Putindən gözlənilməz təklif. Döyüşlər dayana bilər. Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh razılaşması üçün hazırki cəbhə xəttində atəşkəs təklif edib. Report xəbər verir ki, bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə Putin Sankt-Peterburqda keçirilən görüşdə Amerika Birləşmiş Ştatlarının yaxın şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff'a deyib ki, Rusiya Ukraynanın 4 regionuna iddialarından əl çəkə bilər. Söhbət Rus qoşunlarının Donetsk, Lugansk, Xerson və Zaporojye vilayətlərindən geri çəkilməsindən gedir. Financial Times iddia edir ki, bu Putinin müharibəni dayandırmaq üçün bir sıra tələblərindən imtina etməsinin ilk əlaməti ola bilər. Lakin Amerika Birləşmiş Ştatlarının müharibəni bitirmək səyləri ilə tanış olan Avropalı rəsmilər xəbərdarlıq edir ki, Trump Rusiyanın digər şərtlərini də Ukraynaya diktə eləyə bilər.